sponsorluğu ile çıkış yolu başladı. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Mənim əzizlərim, Çıxış Yolu proqramı ilə yenə sizin görüşünüzə gəldik. Bugün həftənin ilk günüdür, bazar ertəsidir. Ümid edirəm ki, əhval-ruhiyyəniz xoşdur. Yəqin ki, istirahət günləri çox gözəl keçirtmişsiniz. Elə biz də yaxşı keçirtmişik və həftənin sonuna qədər hər birinizə can sağlığı arzu edirəm. Bütün işlərinizdə uğur və müvəffəqiyyət sizin yanınızda olsun. Bugün dəyərli qonaqlarımız var studiyamızda və ən əsası bilirsiniz ki, Azərbaycanımızda tez-tez möhtəbər tədbirlər, möhtəşəm tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir çoxu da elə sağlamlığa, idmana aid olur və növbəti dəfə Azərbaycan yenə gözəl bir tədbirə, möhtəşəm bir tədbirə ev sahibliyi etdi. Studiyamızda dəyərli idmançılar və xarici vətəndaşlar var, qonaqlarımız var. Gəlin ilk olaraq xarici vətəndaşlarımızı salamlayaq, əziz tamaşaçılarımız. Bugün deməli bizim qonaqlarımızdan biri Beynəlxalq İFK Kyokushin Karate Federasiyasının prezidenti, 8 dan qara kəmər ustası Şihan David Prektaldır. Xoş gəlmişsiniz Azərbaycana, xoş gördük sizi. Və ikinci bizim qonağımız isə 5-ci dan qara kəmər ustası Wei Bian Changdır. Xoş gəlmişsiniz siz də Azərbaycana, xoş gördük sizi. Və Elşad müəllim bugün bizimlə bərabərdir, əziz tamaşaçılarımız. Elşad müəllim isə İFK, düz deyirəm Elşad müəllim, İFK Kyokushin Karate Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəridir. Elşad müəllim, xoş gəlmişsiniz proqramımıza, xoş gördük sizi. Əslində, bax bu qonaqlarımızı elə bizimlə tanış edən də Elşad müəllimdir. Hər dəfə belə gözəl tədbirlərə imza atır Elşad müəllim. Onun təşəbbüsü ilə bu tədbirlər həyata keçirilir. Bu dəfə də elə belə olub. Elşad müəllim, uğur arzuluyuram elə proqramımızın əvvəlindən sizə. Alsu ilə Ayxan isə bizə bugün tərcüməçilik edəcəklər əziz tamaşaçılarımız. Çünki qonaqlarımız ingilis dillidirlər. Və bugün bizim proqramımızda Fərqanə xanım iştirak edir. Bizim daimi ekspertlərimizdən olan dəyərli psixologumuz Fərqanə xanım, xoş gəlmişsiniz proqramımıza. Türkan xanım bizim çıxış yolunun daimi ekspertlərindən olan bizim dəyərli müəlliməmiz. Bugün proqramımızın qonağıdır, xoş gəlmişsiniz. Və iş xanımı, sahibkar Əfruz xanım İbrahimli bugün bizimlədir. Əhval-ruhiyyəniz necədir? Yaxşısınız. Aha, Elşad müəllim, sizin əhvalınız necədir? Yaxşıdır, bilirəm ki, yorğunsuz amma. Hər şey yaxşıdır. Yorğunluq yoxdur? Yaxşıdır. Əziz tamaşaçılarımız, neçə gündür anonslar gedirdi, sosial şəbəkələrdən də görürdünüz. O anonsları deyirəm sizin də diqqətinizə çatdıram. Əslində, rəsmi hissənin belə deyək, açılışı da, bağlanışı da yekunlaşıb. Ayın 20-si və 21-i 2 gün müddətində bu möhtəşəm tədbir həyata keçirildi və bugün qonaqlarımız artıq o tədbir haqqında öz təəssüratlarını bizimlə bölüşəcəklər. Gəlin o kiçik bir anonsu izləyək. Dəfə Azərbaycan Karate Federasiyasının rəhbərliyi və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə Sərhədçi Olimpiya İdman Kompleksində İFK Kyokushin Karate üzrə beynəlxalq seminar keçiriləcək. Seminarı götürəcək Beynəlxalq İFK Kyokushin Karate Federasiyasının prezidenti, 8-ci dan qara kəmər ustası David Picktol və 5-ci dan qara kəmər ustası Wei Bian Chang olacaqdır. Tədbirdə İFK Kyokushin Karate Təşkilatının Azərbaycan nümayəndəsi, 4-cü dan qara kəmər ustası Elşad Əliyev və ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın idmançı iştirak edəcək. Bu mötəbər seminar ölkəmizdə Kyokushin Karate idman növünün inkişafına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və idmançıların peşəkarlıq səviyyəsinin artırılmasına mühüm töhfə verəcək. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Əziz tamaşaçılar,
tamaşaçılarımız davam edirik. Mən ilk olaraq Elşad müəllim sizin təəssüratınızı almaq istəyirəm. Bildiyim qədərincə siz elə qonaqlarımızla səhv etmirəmsə rəsmi açılışdan öncə bir Şəhidlər Xiyabanını ziyarət etmisiniz. Eyni zamanda ümumilli liderimiz Heydər Əliyevin belə deyim fəxri xiyabanında məzarını ziyarət ediblər qonaqlarımız. Bunlar hər biri sizin təşəbbüsünüzdür. Bəli, bizim artıq şəkillərdən də görürük. Monitorda gördüyümüz kimi də dünən artıq rəsmi bizim açılış, bağlanış mərasimimiz oldu. Bəli. Biz açılış, bağlanış mərasimindən öncə Fəxri Xiyabana getdik, Ulu Öndər Heydər Əliyevin məzarını getdik, ziyarət elədik. Sonra Zərifə xanımın məzarını ziyarət elədik. Ondan sonra Şəhidlər Xiyabanına getdik və Şəhidlər Xiyabanını ziyarət elədik və oradan artıq biz artıq ondan sonra gəldik, açılış və bağlanış mərasimini keçdik. Bu mərasimdə də bugün Azərbaycan Karate Federasiyasının prezidenti, bizim deputatımız Ülvi müəllim özü şəxsən iştirak etdi. Çox gözəl, Ülvi müəllimi salamlayırıq buradan. Hər zaman bizə dəstəkdir və Gənclər və İdman Nazirliyi dəstək olub. Bu tədbirimiz çox böyük bir tədbir idi. İlk dəfə idi ki, Kyokushin Karate'də, yəni Dünya Federasiyasının prezidenti Azərbaycanda bir seminar keçirirdi və ilk dəfə idi ölkəmizə gəlirdi. Bizim üçün iki qat məsuliyyət idi. Həm idman sahəsində ölkəmizi təmsil etməliydik, həm də ki, biz gəlib orada olan şəhərimizin gözəlliyi, mədəniyyətin hər birini, yəni gələn qonaqlarımıza qeyd edib göstərməliydik. İki qat məsuliyyətimiz var idi. Biz burada ölkəni təmsil edirdik və ölkəmiz adından artıq çıxış edirdik orada. 300-ə yaxın idmançı idi, artıq orada fəxri qonaqlarımız var idi. Yəni təşkilatçı komitəmiz Arpaçay İdman Klubu idi. Yəni yüksək səviyyədə təşkil eləmişlər. Artıq qonaqlarımız Azərbaycanda olan həm bu gözəlliyi, həm insanlarından və həm idmanlarından çox razı qaldılar. Çox gözəl. Qonaqların özü ilə də icazənizlə bir danışaq. Alsu, tərcümə edək, zəhmət olmasa. Cənab, belə deyim, Kyokushin Karate Federasiyasının beynəlxalq olaraq prezidenti Şihan David Prektal. Onun ilkin təəssüratlarını bilmək istəyirəm Azərbaycanda keçirdiyi seminar haqqında. She wants to know your first impressions of our country and things that are going in our country. We've had a great impression so far. Yaxşı təəssüratları var. We've been very lucky to be blessed with excellent weather. Çox qəşəng hava var bu arada. Əl mikrofonunu da hardadır? Zəhmət olmasa ötürək Alsuya. Alsu buyur, bu mikrofonla daha rahat olacaqsan. Özün götür Alsu, özün götür. Buyurun, davam edin. We've had excellent weather. Çox qəşəng hava var. Gözəl. Baku is a Bakını bəyəniblər very bir nice sözlə. city. Bakı çox gözəl şəhərdir. And the hospitality has been great. The organisation in Azerbaijan has looked after us every day. Qonaqpərvərlik əsas çox yaxşıdır. Gözəl. Çox səmimidirlər. And we've had a very good seminar. Çox gözəl seminar keçdi. And it's been great to spend time with all the instructors and the coaches. Bəzi idmançılarla və müəllimlərlə çox yaxşı söhbət apardılar. And to see the standard of the kids who train, all the youth. Bəli, cavanlarla və uşaqlarla, onlarla da yaxşı. The children from Azerbaijan are so enthusiastic. Deyir ki, Azərbaycanın uşaqları çox entuziazmla işləyirlər, idman, bəli, həvəslidirlər. So this is very nice for us. Onlar üçün çox xoş oldu. Thank you. Çox sağ ol. Çox gözəl. Digər bizim qonağımız, onun da təəssüratlarını bilmək istəyirəm. She wants to know your first impression of our country too. İlkin təəssüratını. Yes, very beautiful country. Çox gözəl şəhərdir. The hospitality has been amazing. Qonaqpərvərlik çox And gözəl. the people have been wonderful to us. İnsanları da çox səmimidirlər, gülərüzlər. Bəs özləri hansı şəhərdən gəliblər, hansı ölkədən gəliblər She Azərbaycana? wants to know where did you come from to our country? Where? Yes, what country? Okay, so from the UK, Birləşmiş Ştatlar, I'm from the south of London, Cənubi Londondan. and we came over on Friday 5-ci gün bura çatmışdılar. just for this trip. This is my first trip to Azerbaijan, Azərbaycana ilk gəlişi idilər. and yeah, it's been very successful so far. Hələ ki hər şey yaxşıdır. Sual verə bilərsən, mənə psixoloq kimi maraqlıdır. Bax, bizdə deyirlər ki, sağlam bədəndə sağlam ruh.
She says that Sağlam ruh ifadəsi var bizdə. Aha. Mənə elə gəlir ki, mən bilmək istəyirəm xaricdə də idmançılar bu fikrə necə münasibət bəsləyir? she says that in a healthy body is a healthy soul. Do you agree with this sentence? Is it popular in your country too that in healthy body should be a healthy soul? Yes, of course. If we think of well-being of everyone, then by physical exercise and in martial arts, the mental attitude you use for it, this is very good. Onlar da elə düşünürlər. Əlbəttə ki, sağlam bədəndə sağlam ruh onların da ölkəsində populyardır. Və bizim növbəti bir sualımız ümumiyyətlə bu federasiya haqqında tamaşaçılarımıza düzdürmü Elşad müəllim bir ətraflı məlumat verək. Kyokushin Federasiyası, Kyokushin karate növü haqqında bizim bilmədiklərimizi qonaqlarımızdan eşitmək istəyirik. She wants to you guys inform about this federation, about what's going on there, and we just want to learn more about this federation. So the International Federation of Karate Aha. was started in 1993. 1990-cı ildə başlamışdılar bu işə. Aha. Aha. We've grown to 69 countries around the world. Artıq 60-dan çox ölkələrdə onların fəaliyyəti var. 60-dan We have çox. every region in the world represented. Hər region onları nümayiş edir. Our headquarters at the moment is in the UK. Və ştab kvartira Birləşmiş Ştatlardadır. Birləşmiş But we have Ştatlarda. an international board of USA, Switzerland, Amma and başqa different da ABŞ-da da var fəaliyyət Amerika Birləşmiş göstərirlər. Ştatlarında da var. Aha. And as a sport, we hold world championships, European championships, and international camps and training seminars all around the world. Və başqa da ölkələrdə çoxlu seminarlar, sportlar keçirilir. Digər qonağımız da məlumat vermək istəyirmi bu She barədə? wants to know, do you want to say something about Bu this idman növü federation? haqqında istəyirəm daha Yes, dolğun about karate. bilmədiklərimizi Can you bilək. talk about it more? Yes, I'm the national coach back in the UK. Bəli, milli müəllimdir orada. So for me, coming here to Azerbaijan and seeing the number of youths and their enthusiasm and their energy and their passion for what they do, Bura gəlir və müəllimi çox təəccübləndirir ki, Azərbaycanda uşaqların ürəklə bu idmana yanaşması və entuziazmla yanaşması çox onlara xoşdur. and their willingness to learn. Və onlar meyillidirlər öyrənməyə. It's a really good sign and a wonderful opportunity just to see the organisation in Azerbaijan grow. Azərbaycanda bu fəaliyyətin daha da genişlənməsi onları daha da xoş hiss etdirir onları. Alsu sual ver ki, Azərbaycanda bizim deyək ki, azyaşlıları gördülər, düzdür? Sırf bu idman növü üzrə artıq belə deyək də Elşad müəllimin də sayəsində bu uşaqlar yetişirlər. Marağı nə dərəcədə gördülər digər ölkələrlə fərqdə? Azərbaycanda maraq nə qədərdir? Yes, children, youth in Azerbaijan, compared to other countries, is it better or like they're showing more interest or less? Is it interesting for them, for I Azerbaijan think it's children? comparable around the world. Some countries are slightly more interested in full contact karate. It's not easy, the type of karate we do. Asad deyil. But definitely the region, Azerbaijan, the children they like to compete. Onlar çox bəyənirlər bu karate idmanını. They're strong children, Çox güclüdülər bu arada. they're fit, Güclüdürlər. Bəli, Yeah. və idmanla məşğul olmağı çox sevirlər. but they're happy doing it. Və onlar bunu edərək həzz alırlar. Yəni onlar üçün bu xoşdur. Aha, Elşad bəy, nə əlavə edə bilərsiniz? Gənclərin sırf bax bu karatenin bu növü üzrə, Kyokushin karate növü üzrə həvəslərlə bağlı fikirlərinizi bilmək istəyirəm. Artıq Kyokushin barədə, yəni bu günlər Azərbaycanda professional arenadan danışırıq, professional arenada varıq. Çünki biz Almaniyada keçirilən dünya çempionatında bir qızıl, bir gümüş, 2 bürünc medal qazandıq. Bu ilən full kontaktın Gürcüstanda olan yarışında yetərincə medal götürdük. Rəsmi dünya çempionatı, yəni burada nəticə vermək çox çətindir. Kyokushin idman növü sərt idman növüdür. Yəni onda asan deyil, çox sərtdir. Yəni orada döyüşmək, yəni tək belə deyim,
texnika yox, fiziki gücün, texnikanın və psixoloji idmançını hazır etməlisən ki, orada nəticə verə. Çünki orada hegemon ölkələrin idmançıları var ki, hər zaman nəticə verirdi. Artıq bu günlərim Azərbaycan o idmançılardan geri qalmır. Yəni Dünya Avropa çempionatında bizi əsas rəqib kimi hesab edirlər ki, yəni bunların idmançıları güclüdür. Ya onun da nəticəsi biz artıq dünya çempionatına çempion da vermişik. Dünya ikincisi də vermişik, dünya üçüncüsü də vermişik. Aha, gözəl. O da yəqin ki, belə deyək də, cənab prezident bunu yüksək qiymətləndirir. Bəli, şu an David Azərbaycana qarşı başqa bir diqqəti var. Aha. Yəni bunu hər zaman, mən deyirəm sən onu deyəcək. Tərcümə elə, Alsu. Ayxan, sən də digər qonağımıza tərcümə elə müəllimin dediklərindən. Buyurun, siz davam edin. Və onun bu günlərim Azərbaycana gəlməyi belə bir ustadın, yəni bizim üçün həqiqətən fəxr edici oldu. We're so grateful that you came here showing us your interest. We're so grateful for this. Gözəl. Biz yəni Şan David kimi ustaddan biz gözəl texnikalar götürdük və bilmədiyimiz şeylər üçün yəni çox maraqlı idi bizim üçün ki, yəni bizim belə ustadlardan nələri öyrənə bilərik. Və bu günlərim həm bizə, idmançıların hamısına baxdı, yəni hamısı bir mənalı başa düşdü ki, biz belə ustadlardan çox şeylər öyrənməliyik. Və bunu da öyrənmə nəticəmiz odur ki, biz bunları tam bu vəziyyətdə öyrəndən sonra biz daha Dünya Avropa çempionatına daha belə rahat şəkildə, yəni Dünya Avropa çempionu verə biləcəyik. Ən əsası bizə nə lazımdır? O qızıl medalları Azərbaycana gətirmək. Azərbaycanın himnini dünya ölkələrində, arenalarda, beynəlxalq arenalarda səsləndirmək. Bizim idmançılarımız, yadınızdadırsa əziz tamaşaçılarımız, qələbəmizdən, o şanlı qələbəmizdən öncə, 30 il boyunca torpaqlarımız işğal altında olanda, mən o illərdə də sizinlə dəfələrlə verilişimizdə olmuşuq. Hər zaman bax, Elşad müəllim də söylürdü ki, biz də, digər idmançılar da əlimizdən gələni edirik ki, hansısa bir xarici ölkəyə gedəndə biz o qələbəni qazanaq, heç olmasa biz bayrağımızı orada qaldıraq və himnimizi səsləndirək. Onunla onlar sanki o 44 günlük qələbəyə bir addım atırdılar bizim idmançılarımız və elə idmançılarımızın da böyük əksəriyyəti o şanlı qələbəmizdə iştirak edən bizim oğullarımızın arasındaydılar. Doğrudan da bugün sevindiricidir ki, Azərbaycanda belə bir mötəbər tədbir həyata keçirilir. Elşad, mən bir daha təşəkkür edirəm sizə. Davam edəcəyik bu barədə əziz tamaşaçılarımız və sizin də əgər bununla bağlı fikirləriniz varsa, telefon nömrəmiz ixtiyarınızdadır. 562-21-23 nömrəsi ilə zəng edə bilərsiniz. Ola bilər hal-hazırda bizi izləyən tamaşaçılarımızın arasında bəlkə siz oğlunuzu, qızınızı, övladınızı sırf bu idmanla belə deyim, məşğul olmağa həvəsləndirmək istəyirsinizsə, buyurun, Elşad müəllim buradadır. Əziz tamaşaçılarımız, uşaqlardan danışmışkən verilişimizin baş sponsoru olan Bir David mərkəzində diqqətinizə çatdırmaq istəyirəm. Əziz valideynlər, əgər övladınızın autizmlə bağlı bir problemi varsa, nevroloji xəstəliklərdən əziyyət çəkirsə, nitqində problem varsa, eşitməyində problem varsa, hətta belə deyim, yuxu pozğunluğundan əziyyət çəkirsə, müraciət edə bilərsiniz Bir David mərkəzinə. Bir David mərkəzi 20 ildən artıqdır fəaliyyət göstərir. Bugün David Exil və Yosifa Exil artıq Azərbaycandadılar. Xeyli müddətdir onlar Azərbaycanda fəaliyyətlərini davam etdirirlər. Mən üzümü tuturam buradan Azərbaycanımızın rayonlarına, uzaq dağ kəndlərinə, mənim əzizlərim, siz bizim proqramımızın daimi izləyiciləri yəqin ki görürsünüz. Davamlı olaraq xarici ölkələrdən Azərbaycana Bir David mərkəzinə övladlarını müalicəyə gətirən valideynlər var. Amerika Birləşmiş Ştatlarından gələn valideynləri də burada görmüsünüz. Özbəkistandan, Rusiyadan, Belarusiyadan, Ukraynadan, Gürcüstandan, Türkiyədən. Əzizlərim, biz nəyi gözləyirik? Əgər bu mütəxəssislər bugün Azərbaycandadırlarsa, bugün onlar Bakıda fəaliyyətini davam etdirirsə, gəlin gözləməyək, gəlin o övladların sağlamlığı naminə biz də onları müayinəyə gətirək. Telefon nömrəsini diqqətinizə çatdırıram. 055-627-37-70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. David bəyə və Yosifa xanıma dərin təşəkkürümü bildirirəm. Bizim ikinci sponsorumuz isə Unikal Xaricdə Təhsil və Hüquqi Konsalting şirkətidir. Əziz tamaşaçılarımız, blok imtahanlarından ürəyi istəyən nəticəni yığa bilməyən bizim abituriyentlərin diqqətlə çatdırmaq istəyirəm. Elə düşünməyin ki, mən tələbə adını qazana bilmədim, ali təhsil ala bilməyəcəm. Bu yanlışdır, kökündən yanlışdır, səhvdir. Tək atestatınızı təqdim etməklə biz sizə dünyanın müxtəlif, özü də nüfuzlu universitetlərindən qəbul ala bilərik. Xaricdə təhsilinizi davam etdirə bilərsiniz. Dediyim kimi tək
attestatla oxuya bilərsiniz. Yaxşı təhsil alıb, yaxşı kadr kimi Azərbaycana dönə bilərsiniz. Telefon nömrəsini də diqqətinizə çatdırıram. Unikal xaricdə təhsil və hüquqi konsalting agentliyinin nömrəsidir. Bu 055 799 33 95 nömrəsi ilə gündəlik olaraq əlaqə saxlaya bilərsiniz. Elə indi yığın. Belə mənim əzizlərim reklamlardır. Hal-hazırda reklamlardan sonra yenə söhbətimizi davam etdirəcəyik. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Ben ne kadar tenha kalım zalim, bir haber al gör necedir halim. Sen benim nefesimidin yarım, ahı sensiz nece nefes alım. Ben ne kadar tenha kalım zalim, bir haber al gör necedir halim. Sen benim nefesimidin yarım, ahı sensiz nece nefes alım. Seninle ilk tanış olan zaman, aşık oldum o gün sana yalan. Bütün günü aklımda sen inan, bu nece bir eşktir Allah'a. Sen benim şekerim balım, seve seve hayala dalım. Hiç zaman bırakma elimden, ömür boyu yanında kalım. Sen benim şekerim balım, seve seve hayala dalım. Hiç zaman bırakma elimden, ömür boyu yanında kalım. Ben ne kadar tenha kalım zalim, bir haber al gör necedir halim. Sen benim nefesimidin yarım, ahı sensiz nece nefes alım. Ben ne kadar tenha kalım zalim, bir haber al gör necedir halim. Sen benim nefesimidin yarım, ahı sensiz nece nefes alım. Bugün biraz da gelmene yakın, sevgi dolu gözlerine bakın. Silim bütün kederini senin, sevinç olup yüreğine akın. Sen benim şekerim balım, seve seve hayala dalım. Hiç zaman bırakma elimden, ömür boyu yanında kalım. Sen benim şekerim balım, seve seve hayala dalım. Hiç zaman bırakma elimden, ömür boyu yanında kalım. Teşekkürler Sabine xanım, xoş gəlmisiniz mənim əzizim. Buyurun əyləşin. Salam, xoş Mən deyərdim gördük. ki, Salamlayıram hər əziz kəsi. tamaşaçılarımız, bizim təkcə Azərbaycanı demirəm, bütün ölkələri, xarici ölkələrdə siyasətçilərdən sonra təmsil edən ikinci adamlar, idmançılar da bir də musiqiçilər. Bəs düzdür, mikrofonu götürün, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Salamlayıram hər kəsi, qonaqları salamlayıram. Ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram mən də. Bəli, düz vurguladınız. Çünki musiqiçilər də, yəni idmançılar da, yəni öz millətin, öz dövlətin təmsil edən belə deyim, üzdə olan insanlardır. Ən öndə olan insanlardılar. Və əziz tamaşaçılarımız, bildiyiniz kimi bu 2 gün ərzində ayın 20-si və iyunun 21-i tarixlərində Azərbaycanda Kyokushin karate üzrə beynəlxalq seminar keçirildi və bu seminar uğurla artıq başa çatıb və bugün həmən seminarda iştirak edən beynəlxalq EFK Kyokushin Karate Federasiyasının prezidenti Şihan David Prektal bizim studiyamızın qonağıdır. Eyni zamanda 5 dand qara kəmər ustası Wai Bian Chang da bizim qonağımızdır və bu tədbirin təşəbbüskarı isə Elşad müəllimdir. Mən also bilmək istəyirəm ki, bizim tərcüməçilərimizdir. Bilmək istəyirəm ki, seminar ümumilikdə necə təşkil olundu?
Nə deyə bilərlər qonaqlarımız bu haqqda? What can you say Elşad about müəllim, bax bu seminar, how hər it was, yoxu sizə aidiyyatı var ha. created, Çünki how it təşkilatçı started? sizsiniz. Just tell about Görək us, nə deyəcəklər. about seminar. So Elshad spoke to me a year ago Elşad bu haqda, Elşad müəllim bu haqda bir il əvvəl and he danışdı. invited me to Bir do il a, əvvəl yeah, and asked me to do a first seminar in Azerbaijan. Və ilk seminarı Azərbaycanda keçirtməyini xahiş etdi. The country had never had a president from an organisation come to hold a seminar before. Bəli, hələ belə orqanizasiyada prezidenti olmamışdı, ona görə də xahiş etmişdilər. yəni belə bir təşkilatçılıqda hələ prezident iştirak Xeyr. etməmişdi heç bir ölkədə. Azərbaycanda. Azərbaycanda olmayıb. Aha. So we didn't know what to expect of the country and the organisation. Və biz bilmədik nə gözləyək bu orqanizasiyadan, bu təşkilatdan. But when we came, we saw that the understanding of what was needed, the organisation and administration was very good. Biz gəldik, gördük ki, burada millət nəyə ehtiyac duyur, insanlar nəyə ehtiyac duyur və onunla işləməyə başladıq. They had about 250 to 300 students training with us. 200-dən çox uşaqlar bəli, bu sportla məşğul idi. We had our opening ceremony with the president of the Azerbaijan Karate Federation. Və Karate Federasiyanın prezidenti ilə bunu təşkil etmişdik. And some of the board members of the federation. Və başqa da ölkələrdən prezidentlər var idi. And what they saw was a very well organised event. Çox gözəl keçmişdi, hər şey çox yaxşı. Very good standard of students. Və uşaqlar da çox qəşəng özlərini göstərmişdi. And they pledged to help Elshad and the IFK Azerbaijan in future events to go abroad and fight in competitions. Uşaqlar Elşad müəllimə də kömək olmuşdular ki, bu fəaliyyət daha da genişlənsin. Gözəl. We've already seen the standard of the children fighting in the Balkan Championships, Asian Championships, and even they took prizes in World Championships. Və bu uşaqlar özlərini daha da yaxşı Balkan sportlarında, Balkan ölkələrində özlərini yaxşı nümayiş eləmişlər. Hətta Asiya ölkələrində belə özlərini yaxşı nümayiş etmişlər. Bizim Azərbaycanlı uşaqlardan gedir söhbət. Çox gözəl. Aha, so to meet with coaches and spend time with them and educate them a little bit further is very important for the organisation. Orqanizasiyanın əsl istədiyi şey, bəli, təşkilatçılığı uşaqları daha da yaxşı öyrətdirmək, həvəsləndirmək ki, onlar daha da həvəsli olsunlar bu sportla idman məşğul növünə olmağa. qarşı. Çox gözəl. So I think for a first seminar, the job we were come to do has been good. İlk gəldiyimiz zaman yaxşı idi vəziyyət. I hope Elshad is happy. Ümidvaram ki, Elşad müəllim xoşbəxtdir. And of course, we're happy to come to Azerbaijan again. It's been a beautiful experience. Və Azərbaycana gəldiyimiz üçün də çox minnətdarıq, çox gözəl bir zaman keçirdik. Mənim adımdan de ki, xoş gəliblər Yes, Azərbaycana. she says that she's welcoming you. Thank you very much. Thank you. Çox sağ olun. Növbəti dəfə də gəlsinlər. Hər dəfə gələndə biz təbii ki, bir Azərbaycanlı olaraq digər millətlərdən bizim daha çox fərqimiz odur ki, biz daha çox qonaqpərvərik. Hər Azərbaycana gəlib gedən xarici vətəndaş bunu söylüyor. Hansı sahədə olmasından asılı olmayaraq Azərbaycana gələn hər bir xarici vətəndaşı biz evimizin qonağı kimi qarşılayırıq. Gözümüzün üstündə saxlayırıq. O qonağımızı hava limanından yola salana qədər. Yəni bu bizim qanımızdadır, canımızdadır da dəyişilə bilmirik biz. Bəli. Bizim tolerant ölkə olduğumuzu artıq dünya bilir və doğrudan da mən bir psixoloq kimi düşünürəm ki, bizim ruh halımız budur. Biz adi uzaq bölgələrə belə gedəndə, görürsünüz ucqar kəndlərdə belə, bölgələrə belə gedəndə pendir çörəyi də varsa, təndir pendir çörəyi də varsa, bizim qonaqlığımız, yəni oradan belə xırda məsələlərdə də belə görünür. O ola ki, dünyada böyük bir tədbir ola. Aha. Elşad müəllim, rahat oldunuz. Elşad müəllim o qədər gərgindir. Elşad müəllim, əziz tamaşaçılarımız, mən uzun müddətdir Elşad müəllimi tanıyıram. Hər zaman gənclərin, xüsusilə azyaşlıların idmana həvəsli olması üçün çalışan bir insandır. Və bu tədbiri də, böyük bir tədbiri də həyata keçirtmək, belə bir tədbirə təşkilatçılıq etmək təbii ki, böyük bir məsuliyyət tələb edir Elşad müəllim. Hələ əgər siz o mənimsədiyiniz idman növünün prezidentini ölkəyə dəvət edirsinizsə, bu üstəlik bir məsuliyyətdir. Siz adi idmançıları dəvət etməmisiniz, birbaşa federasiyanın prezidentini dəvət etmişsiniz. Ona görə Elşad müəllim çox gərgindir və bilirəm ki, artıq o prezidentin sözlərindən sonra biraz rahatlıq tapmadınız Elşad müəllim. Yaxşıdır hər şey.
Nurayda xanım. Elşad müəllim deyəniblər əsas məsələ. Əsas məsuliyyəti çox böyük idi. Bəli. Yəni biz bu günlərin O qədər adamı və nə qədər adam var idi Elşad müəllim? 300-ə yaxın idmançı iştirak edir. 300-ə yaxın idmançını bir yerə toplamaq. Hamısı Bəli. çox idi. Yəni artıq biz belə deyim, həm qonaqların, yəni bütün günü biz yanındayıq. Onları məsələn şəhərimizlə tanış eləmək, onlara diqqət qayğımız, həm də böyük təşkilatı bütün işləri görmək. Yəni təşkilatı işlər hər şey öz yerində olsun. Çünki dünən açılış mərasimimizə bayaq qeyd etdik. Ülvi müəllimin gəlməyi, yəni federasiya rəsmilərin gəlməyi, yəni bu gün hamısı Sərhədçi idman kompleksində həyata keçirildi. 2 gün idi sərhəd. Bir gün sırf seminar oldu, bir gün isə seminar, bir də ki oldu seminardan əlavə açılış bağlanış mərasimi. Yəni onların hamısı məsuliyyəti var idi. Çünki biz yenə deyirəm ölkəmizi təmsil edirik. Gələn bir adi bir idmançı deyil ki, məsələn biz deyək ki, gələn Dünya Federasiyasının prezidentidir. Və bu gündən bu Azərbaycana gəlir, Azərbaycandan nə gözləyə bilərəmi? Azərbaycanın əsas o deyil. Əlbəttə ki, çünki gələcəkdə məqsədimiz var. Azərbaycanda Dünya Avropa çempionatı və gələn noyabr ayına Yevraziya çempionatını artıq təsdiq edib. Azərbaycana gətirmək. Bax bu gözəl işdir. Bəli. Ölkələrdə olublar da. Bəli, bəli. Xırda bir səhv, biz tərəfindən olunan xırda bir səhv, onlar üçün böyük gözlərinə görünə bilər. Ona görə də hər şey o qədər dəqiqliyinə, istər texniki baxışdan, istər hər şey o qədər diqqətlə olmalıdır ki, heç bir səhv olmasın ki, sabah onlar gedib bir başqa ölkədə, bura belə idi, ora biz, həm də maraq olmalı. Yəni bizim haqqımızda yüksək fikirdə getməlidirlər. Bizim gələcəyimiz üçün də, gənclərimiz üçün də psixoloji olaraq idmana maraq. Bu gün bilirsiniz ki, həmişə uşaqlarda aqressiyadan danışırıq, ailə daxili aqressiyadan danışırıq. Uşaqların bütün günü telefona olan marağından danışırıq ki, bütün günü uşaqlar telefonla... Oturaq həyatdadırlar uşaqlar. Və uşaqlarda deyirik ki, nitq problemi yaranır, aqressiya yaranır psixoloji olaraq. Və idmana qoyulduğumuz zaman biz bilirik ki, necə dopamin bədən hərəkət etdiyi zaman dopamin ifraz olunur. Və bu da idman və bu da bizim üçün şəraitdir, bizim övladlarımız üçün şəraitdir. Həm gələcəkdə övladlarımız bayrağımızı göylərə qalxıdır, həm də sağlam bədən. Həm də sağlamdır. Və uşağı da bu alışqanlıqlar deyirik, zərərli vərdişlərdən, həm də aqressiyadan qorumaq. Həm də idmana gedən uşaqlar dalaşmaq mədəniyyəti olur. Hər küçədən gedənlə dalaşmır, küçədə dalaşmırlar ona. Çünki onları idmanda ilk sən qorunmalısan, özündən zəifə vurmamalısan öyrədirlər. Müdafiə xarakterlidir. Fikri var bu sahədə? About kids being involved in these sports. Well, exactly what was said there. That it's teaching them discipline, respect. Onlara disiplin öyrədir. And how to behave. Onlar nətər özlərini aparmaqlarını hətta. Bəli. And as you say, it's not to just go and have fights in the street. Bəli, adi insanlarla dalaşmamağı öyrədir. They're learning rules around a competitive match. And they must fight under those restrictions. And if they make penalties, then they lose. Hətta penalti eləyəndə belə onlar uduzurlar. Yəni seçilmiş insanlar var ki, onlarla dalaşmaqlar. And if they win or lose, they must shake hands, they must be polite. They're not allowed to shout and dance. Hətta uduzanda belə bir-birlərinin əllərini sığırlar. Yəni ki, hər şey yaxşıdır. Oynamaq falan. Necədirlər Elşad müəllim? Sizdə necədir əl sıxışmaq? Necədir? Belə. Necədir? Yox, belə. Necə? Belə. Belə. You're not shaking hands? Actually, they shake hands. So you shake hands right hand, but then you should hold with the second hand as well. In martial arts, when you shake hands like this, they're there, and we do this. This is a sign of respect. So the second hand. Əllərin tuturlar belə. And they bow. Və and then they əyilirlər. walk back, and then they walk off, and then they can celebrate if they've won. Bəli, ondan sonra istəyirlərsə bir bayram şənliyi eləyə bilərlər bu haqda, amma arenada olmaz. Arenada olmaz. Neçə ildir məşğuldur? How long have you been doing this? This is my 50th year. 50-ci ildir. Qeyd eləyəcək bu il 50-ci. Bəli. 50-ci ildir məşğuldur. Bəs neçə yaşı var? How old are you? 51. No, only kidding. 51 zarafat elədi ama. 63. 63.
63. Maşallah, maşallah. Və maşallahımızı tərcümə elə. Maşallah. It means you're great looking. Bax, yəni idman Deməyin blush. insanları bu qədər Qızardı yumraq, hətta. gözəl, cavan saxlayır da. Və idman budur, idman gənclikdir, idman Yeah, the təravətdir, sport keeps you idman fit, həyat young. eşqidir, hə? Bəli, bəli. You don't have İdman the görürsünüz belly. necədir? İdman insanı doğrudan da şux, qaməti gözəl saxlayır və ən əsası biraz öncə bizim psixoloqumuzun da dediyi kimi idman insanları pis vərdişlərdən kənarda tutur. Sən nə qədər istəsən də idmanla məşğul olursansa, o pis vərdiş sənin yanına gəlməyəcək. Düzdür müəllimə? Düzdür? She says that sport Aha, keeps buyurun, zəhmət us olmasa. away from bad habits. Elşad bəy bayaq danışırdı. Aha, buyurun, buyurun. Dedi ki, gəzdiriblər və yeməklərimizlə maraqlanıblar. Mənə maraqlıdır Əsas ki, məsələ. mənə maraqlıdır. Bizim yeməklərimizə həqiqətən də mükəmməldir. Heç bir Hansı tərcümə elə? inanmıram ki, ölkənin yeməkləri çatsın. Maraqlıdır ki, bizim musiqilərimizi dinləyiblərmi? Gəzdiriblər axı mən. Aha. Bizim musiqilərimizi bəyənibsiz, eşidibsiz. Do you like our music? Yes, Did you so hear? we had an amazing show. Çok güzel bir şoya bakmıştık. Elshad, Aha. during the opening ceremony, they Ah. had some traditional dancing and Orada great milli music. rəqslərimiz də var An idi. amazing show. So it's not Elşad just müəllim ola qonaqları gəzdirməyək. Yeah. Yeah. There's some cultural experience as well. Orada milli rəqslərimiz, milli mahnılarımız, yəni bu hamısı bizim kulturamızdır. Çox bəyəndilər. Və fərqlidirmi bizim ölkənin rəqsləri və mahnıları? Çünki siz çox gəzibsiz, çox Is it görübsüz. different from bütün other ölkəni. countries? Like, is it better or? I think it's one of the better countries, isn't it? The hospitality is in this region. The Bu hospitality is regionda above qonaqpərvərlik çox yaxşı. a lot of the Western countries. Başqa qərb ölkələrindən daha yaxşıdır. Yeah, there's a different warmth within. Burada daha elə bir istilik var. Yəni qərb ölkələrindən üstün tutdu bizi. Bəli, bəli. Mən sevdim onu. She like that you think that Eşq olsun. our culture is better than Eşq Western olsun, countries. var olsun. Azərbaycana doğrudan da gəlib, Azərbaycanda bu böyük mədəniyyəti, qonaqpərvərliyi, həqiqətən bu hörməti, rəğbəti görüb onu dəyərləndirən insanları So that sevmək she's lazımdır. happy Onlarla that you dost olmaq guys lazımdır. have seen our hospitality, Aha. our cuisine, our culture. Hə. Məncə lazım deyil. Sualı verin diyeyim. Yox, çox olub. Aha. Aha, gözəl. Və mən digər bizim qonağımızdan da soruşmaq istəyirəm. Bu 5 dan və 8 dan. Qonağımızın biri 8 dandır, biri 5 dandır. Aha. Onun açıqlamasını istəyirəm. Elşad müəllim açıqlasın, amma siz tərcümə edin ki, mən Aha. nəyin sualını verdim. Aha. Sual bir Elşad də müəllim. verin. Elşad müəllim cavablandı. Aha. Nəyə görə 5-ci dan, 10-cu Beşinci Ha, dan. she- Ya bu she şan wants to özü, know. Aha, yəni özü bəlkə qiyməti açıqlasın, verər. aha. Buyursun. Can you explain to us about 5 dan, 10 dan, what it means? Aha. Okay. Aha. So, Okay. So the gentleman from Japan that invented the style of Kyokushinkai, Yaponya'da bunu inşa ediblər. he eventually became a 10th dan, which is the master, the leader. Ən böyük dan 10-cu dandır. 10-cu Yəni can. ondan ötəsi. And when students start, they are a 10th Q. Onlar hətta cərgədə düzülürlər. Aha. And this is a white belt, and they get belts, different color belts, up till they're a first Q. Başqa rənglərdə də remenlər var. Kəmərlər var. Ağdan başlayır. Ağdan başlayır Ağdan kəmər. başlayır. And then when they get their black belt, that's the first dan. İlk dan onlar nə vaxt qara remeni Kəmər. alırlar. Kəmər. Kəməri Yeah. alırlar. Onda da onların birinci Birinci dan danıdır. olur. Aha. And then you have to learn more technique, and then you have the opportunity to become a second dan. Çoxlu əgər məşğul olsan, daha da bu işdə yaxşı olsan, onda ikinci dana keçirsən. But with each dan, there's a minimum time. So if I want to be a third dan, I've got to be 3 years before I can become a third dan. Hər dan, yəni çoxaldıqca vaxtın da sənin azalır. Yəni arenada sən vaxtın azalır. Aha. So for example, when Ah. you see I'm an 8th dan, you can see I'm really old because it's an 8th dan. Hətta 8-ci danda olanda, yəni bu Artıq arenada illərlə- deyilsən. Bəli. Artıq məşqçisən. Yəni həm məşqçisən, həm də ki sənin artıq nə qədər illərdə, ölkələrdə gəzmisən, yəni Aha. çoxlu eksperimentin olub.
Təcrübən daha Təcrübəli. çoxdur da. Yeah. Aha. So it's Amma özün about fəaliyyətini artıq dayandırırsan da, bir Yeah. məşqçi olaraq davam edirsən. Experience. Çoxlu, Over time, bəli, experience. təcrübə. Təcrübələrim. 8-ci Time. danda deməli sənin çoxlu təcrübən olub, sən artıq bu işə canını qoymusan, illərini qoymusan. İllərimi qoymusan. Şəxsi məktəbləri var onların. Do you have specific Şəxsi schools? məktəb, şəxsi. Biri var ki, şəxsi. federasiyanın məktəbi, biri var özəl, şəxsi. Personal İdmançıların schools. Do you have şəxsi məktəbləri olur da. Məsəl üçün Yeah, I have my Yaponiyada own school, yes. Hə, onun var. şəxsi məktəbi var. Yeah, In personal in school. England, yeah. Hardadır? Böyük İngiltərədə, birləşmiş. Yox. Böyük Britaniyada. Böyük Britaniyada. Aha, İngiltərədə. Öz orada mı yaşayır? Do you live in London? Just below London. Bəli. Orada Aşağısında, yaşayır. London aşağısında. Aha. Elşad müəllim sizi dəvət etməyib hələ şəxsi məktəbinə. Yox, biz getməmişik. Hələ dəvət etməyib. İndi onda sualımız belə olsun bizim. Azərbaycanlı bizim idmançıların nə vaxt dəvət etmək fikri var? Ümumiyyətlə belə bir fikri varmı idmançıları o şəxsi məktəbinə və yaxud federasiyasına dəvət etsin bir qonaq olaraq və yaxud hansısa bir yarışa? When do you guys think inviting our sportsmen to your schools, your personal schools, to teach them about this? Do you think about this or not? We do have visitors from other countries come and stay and train at our schools. Başqa ölkələrdən uşaqları çağırıblar, yəni öz məktəblərində olub. Especially ones that live further away. Uzaq ölkələrdən hətta çağırıblar. Aha. So we've had members from Kuwait, Iran, İrandan çağırıblar. and the Middle East come and stay and train. Bəli, Asiyadan çoxlu. Orta Asiyadan. Bəli, Orta Aha, Asiyadan çağırıblar. Aha. Azərbaycandan çağırmaq fikri varmı? So, do you guys think that Əsas from məsələ, Azerbaijan? əsas məsələ bizik. We've had fighters from Azerbaijan come Bir dənə idmançı var idi orada Azərbaycanda. About 2012 some athletes Elşad müəllim o from cavab almalıyam Azerbaijan Elşad came. müəllim. 2000-dən deyir çox Azərbaycanlı orada olub. Doğrudan. But I think 2012-ci ildə. 2012-ci ildə. Bəli. Aha, gözəl. Aha. Bax, bugünkü məsəl üçün deyək ki, 2 gündür artıq Azərbaycanda seminar ki keçirilir. Bu seminardan sonra məsələn bir o federasiyanın prezidenti olaraq Azərbaycanla bağlı nə planları var? Nə düşündü? Gələcəkdə nəyi planlaşdırır? Bizim ölkəmizlə, bizim idmançılarımızla bağlı nə planlaşdırır? Yes, in Azerbaijan, what do you guys want to open? Well, at the moment we've got quite a lot of dojos. Çoxlu şübhələrimiz var idi. Quite a lot of clubs. We need to help educate the coaches more. Biz müəllimləri daha çox onlara öyrətməliyik, texnikalar. So we've been talking about strategy. Müəllimlərə öyrətməlidirlər texnikaları. Aha. Yeah, so we talk about strategy of how to do that. Strategiyalardan danışırlar. Gözəl. So that will be some online training as well as long as personal training. Online dərslər də olacaq. Gözəl. Təkcə də öyrədəcəklər. Fərdi qaydada. The next big step we hope for Azerbaijan will be that they hold a major tournament next year. Və Azərbaycanın daha başqa da ölkələrdə qalib gəlməsini gözləyirlər, Çox ümid gözəl. varlar. Because we're looking at the end of 2027 towards in the last quarter. 2027-ci ildə gözləyirlər. And then you'll have more international visitors. Çoxlu sizin başqa ölkələrdən qonaqlarınız gələndə. And it will give all of the students, all the children and adults opportunities to compete. Hətta uşaqlar da, böyük, yəni yaş fərqi yoxdur. Hər insanları dəvət edirlər. Çox gözəl. Elşad müəllim, başqa bir əlavəniz varmı? Şu an David seminar götürürdü bizdən. Bəli. Deməli, çox güclü texnikardır. Yəni texnikası çox yüksəkdir də. Yəni artıq biz onun texnikasına baxırdıq. Yəni həqiqətən belə həsrət aparırdıq. Yəni bu yaşda, bu cürə texnika, əl-ayağın işləməsi, yəni çox yüksək texnikalıdır. Və Həm də bu yaşda. Əlbəttə ki. Bəli. Bu günlərim artıq gəlib Azərbaycanda belə bir seminarın götürməsi, Azərbaycana verdiyi belə diqqət, qayğı bizim üçün çox gələcəkdə uğurlu yollar açacaq. Və şu an artıq Azərbaycanda gəldiyi bəzi şübhələrinə cavab tapdı, həqiqətən gördü. İndi gələcəyə Azərbaycanda böyük turnamentlər, yarışların keçirilməsinə hazırlaşırıq inşallah.
gələn il noyabr ayına indi təqvim planına baxacaq, Evraziya çempionatını salmalıyıq Bakıya və yenə də Şuan David çağıracağım, gəlsin özü baxsın, bütün hər bir şeyə qiymət Gözəl. versin ki, biz lap ondan sonraki illər Dünya Avropa çempionatını keçirdək. Yəni bizim ölkə buna qadir ölkədir. Yəni biz nəyə görə belə götürəndə hansısa bir ölkədən geri qalmalıyıq? Çünki hər zaman Avropa oyunları Azərbaycanda keçirib, İslam Həmrəyli oyunları keçiribdi. Bu boyda yəni böyük yarışlara ev sahibliyi etmişiksə, yəni bu Dünya Avropa çempionatında keçirməyə bizim dövlət, bizim nazirliyimiz yəni ona qadirdir. Çox gözəl, çox gözəl. Təşəkkür edirəm bugün studiyamıza gəldiklərinə görə. Sizə də təşəkkür edirəm Elşad müəllim. Çox sağ olun. Gözəl şəkildə təşkilatçılıq etdiyinizə görə minnətdarlığımı bildirirəm. Bir daha xoş gəlmisiniz Azərbaycana. Davamlı olaraq gəlin Azərbaycana, sizi gözləyirik. Sizə böyük hörmətimiz var. Əgər sizin sayənizdə bir neçə nəfər də olsa sizə baxıb o seminarlarda daha da ruhlanaraq bu idman növünü özlərinə belə deyim bir ideal seçdilərsə, sizi özlərinə bir ideal seçdilərsə, bu bizim üçün, cəmiyyətimiz üçün uğurlu gənclər deməkdir. Symbol for our young kids to take part in these sports. Thank you, and we appreciate it very much Bizə də çox xoşdur. to give a platform to our sport. Uşaqlara belə təşkilatlar göstərimizə görə bizə də xoşdur o. Thank you. Çox sağ olun, Çox sağ olun. təşəkkürümü bildirirəm. Və əziz tamaşaçılarımız gözəl bir musiqi nömrəsi ilə Çıxış Yolu proqramı öz axarı ilə davam edir. Amma reklamlardan sonra gələcək, bizim reklamımızdan sonra gələcək. Səbilə xanım, hansı mahnını oxuyacaqsınız bizim üçün? Amma elə mahnı oxuyaq ki, qonaqlarımızın da bilirəm, birinci mahnınızı çox bəyəndilər, ikinci mahnını da istəyirəm bəyənsinlər. İkinci mahnımız bizim çox dəyərli sənətkarımız Niyaməddin Musayevin repertuarındandır. Gözəl. Yeni bir aranjmanda oxumuşam. İnşallah ki bəyənərsiniz. Onu təqdim edəcəksin. Niyaməddin müəllimi, dəyərli sənətkarımızı öpürük, bağrımıza basırıq. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə Çıxış Yolu reklamlardan sonra davam edəcək. Sənə çox yalvarıram, eşqinlə mən yanıram. Gecələr odlanıram, sübhə tək yatmayıram. Qəlbim doludur, qəmlə, kədərlə, gəl məni dindir, qəlbim sənindir. Qəlbim doludur, qəmlə, kədərlə, gəl məni dindir, qəlbim sənindir. Sənə çox yalvarıram, eşqinlə mən yanıram. Gecələr odlanıram, sübhə tək yatmayıram. Leylə, 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 leylə. Gəl gül üzlü yarım, gəl vəfalı yarım. Gəl, gəl gül üzlü yarım, gəl vəfalı yarım. Gəl mənə inan, eşqim təmizdir, bu təmiz eşqim coşqun dənizdir. Gəl mənə inan, eşqim təmizdir, bu təmiz eşqim coşqun dənizdir. Sənə çox yalvarıram, eşqinlə mən yanıram. Gecələr odlanıram, sübhə tək yatmayıram. Gəl vəfalı yarım, gəl gül üzlü yarım. Gəl, gəl vəfalı yarım, gəl gül üzlü yarım. Sənə çox yalvarıram, eşqinlə mən
tək yatmayıram. Gəl gül üzlü yarım, gəl vəfalı yarım, gəl gül üzlü yarım, gəl vəfalı yarım. Azərbaycan qızıyam, parlayan ulduzuyam. Azərbaycan qızıyam, parlayan ulduzuyam. Azərbaycan qızıyam, parlayan ulduzuyam. Azərbaycan qızıyam, parlayan. Sənə çox yalvarıram. Teşekkürler Sabina xanım, çox gözəl idi. Niyamətin müəllimi də buradan salamlayırıq. Təşəkkür edirəm, minnətdarım. Gözəldir. Gözəl də ifa etmisiniz. Təşəkkür edirəm. Musiqinin özü gözəldir, mahnının özü gözəldir. Buradan salamlayıram Ramin skripka ifaçısı, ustası. Yəni bir dənədir də Ramindən, şərq dünyasında bir dənədir. Yəni onun əgər əməyi varsa burada, yəni mahnı gözəl olmalıdır. Əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Əziz tamaşaçılarımız, verişimizin sponsoru Ərsaq şirkətidir. Təşəkkürlərimi bildirirəm. Ərsaq sözünün mənası erkən sağlamlıq deməkdir. Xəstələnmədən sağlamlığımızı qorumaq deməkdir və bir çox qadınlara iş tapmaq fürsəti deməkdir. Azərbaycanda 8 ildir fəaliyyət göstəririk və mən bu şirkətdə Şahin Büro Müdürü Esmira Şahinəm. Ümumi olaraq biz xanımlarımıza minlərlə iş birliyi, əməkdaşlıq təklif etmişik və bugün Ərsaq şirkəti sayəsində bir çox qadın öz ayaqları üzərində dayanaraq qazanc əldə edirlər. Ailələrinə, uşaqlarına maddi dəstək olurlar. Yəni evdən çalışaraq iş xanımı olurlar. Ərsaq mənim üçün ailədir, Ərsaq mənim üçün sevgidir, inamdır. Yəni yaxşı ki, mən bu ailənin bir hissəsi, bir parçasıyam. Bizim məhsullarımız təbii, kimyasaldan uzaq olan məhsullarımızdır. Hər bir xanımın evdə mətbəxdə istifadə elədikləri, ümumən evində təmizlik ürünləri olsun, kosmetik ürünləri olsun. Yəni bir ailə aptekini, mağazasını, kosmetik mağazasını dəyişərək Ərsaq şirkəti ilə tanış ola bilər. Məhsullarımız da çox gözəldir. Əminəm ki, məmnun qalacaq. Çox sevincliyik, çox qürur duyuruq. Yəni belə bir böyük komandanın oluşmasına belə deyək, vəsilə olmuşuq Azərbaycanda. Qürurluyuq, sevincliyik. Bugün həqiqətən də bizim üçün qürur verici və sevincli bir gündür. Çünki biz artıq 8 ildir Azərbaycanımızda rəsmi fəaliyyət göstəririk. Ümumi Ərsağımızın isə artıq 20 ili tamam olur. Bizim 20 illik yubileyimizdir və bu günlər bu tədbir də 20 illik yubileyimiz üçün təşkil olunubdur. Biz burada uğurlarımızı qeyd edirik. Ərsaq şirkəti bu günləri adının da mənasından məlum olduğu kimi Ərsaq, yəni erkən sağlamlıq. Bu günləri biz xalqımıza, millətimizə ürəklə, güvənlə sağlıq elçiləri deyirik özümüzə, sağlıq təbliğatını edirik. Çünki bizim şirkətimizə üzv olmaqla siz ailənizin, uşaqlarınızın, sevdiklərinizin bu günləri günümüzün bəlası olan kimyasallardan uzaq tutmaqla, bu günləri hər birimizin havası kimi lazım olan qida əlavələrini düzgün şəkildə, düzgün istehsalla, keyfiyyətli istehsalla alıb xaricdən ala bilmədiyimiz vitamin mineralları bərpa etmək üçün və bununla yanaşı bu günlər hər birimizin evdə hər gün təmasda olduğumuz kimyasal məhsullardan uzaq tutaraq, bununla yanaşı dermatoloji məhsullarımızla təmin etməklə yanaşı biz insanlığımıza büdcələrinə qənaət edərək burada biznes qurmağı təklif edirik. Mən Əfruz
İbrahimli, Şaxta Büro müdürüm. Təhsilli olsam da bu günə qədər heç çalışmadım. Halbuki medalla məktəb bitirmişdim, fərqləmə diplomu ilə təhsil almışdım. Düşünün ki, burada ilk aydan yüksək maaş alaraq işə başlaya bildim və istəyərəm ki, bütün xalqımızın bugün işə ehtiyacı olan xanımları bizimlə bərabər çalışaraq bizim kimi öz işlərinin sahibi olsunlar. Sevincli günümüzdür, fəxr edirəm, qürur duyuram həm özümlə, həm bütün komandamla. Ev xanımı ikən bu biznesə atıldım. Bu biznesin sayəsində çox böyük uğurlarım, nailiyyətlərim oldu. Buna görə mən Ersaq firmasına həqiqətən səmimi qəlbdən həm təşəkkür edirəm. Buradan başqanımız Bəkir bəyə də dərin təşəkkürlüyümü bildirirəm ki, belə rahat biznes planı olan sözdə deyil, özdə bitkisel olan məhsullar və doğru qazanc sistemi ilə insanların haqqına girməyən, insanları aldatmayan gözəl bir qazanc sistemi qurub, onun sayəsində mən 8 ildir bu bizneslə məşğulam, heç bir istiqamət dəyişdirmədən və burada da hər zaman davam etməyi düşünürəm. Və mənim əzizlərim, elə xanımların mən istəyərdim ki, biznes sahəsində uğurlarından, fəaliyyətindən də bir balaca danışaq. Burada bizim Əfruz xanım dəyərli qonağımızdır. Əfruz xanım, siz biznes sahəsinə, iş xanımı sahəsinə artıq bir neçə ildir gəlmisiniz. Bilirəm ki, çox çətin yollardan keçmisiniz. Və bir nümunə olaraq bugün istəyirəm ki, siz bizim xanımlarımız üçün danışasınız və xanımlarımıza, o xanımlara ki, onlar hal-hazırda evdədirlər, heç bir işlə məşğul deyirlər və hər hansı bir işlə məşğul olub yaxşı gəlir əldə etmək arzusundadırlar. Bax, o xanımlara bir motivasiya olasınız. Bəli, bəli. Əslində, izləyicilərimizi salamlayıram, sizləri salamlayıram və hər kəsə daha xoş bir həyat arzu edirəm. Bəli. Biz Ersağın faydasını, qazancını gördüyümüz üçün bütün xalqımızın daha sağlam və daha gözəl, rahat yaşamasını istəyirik. Elə Ersağı ona görə mən çox bağlandım ki, Ersaq istehsalçı bir şirkətdir və məhsulları network marketing sistemi ilə satdığı üçün burada minlərcə insana iş imkanı verir. İş imkanı var. Bəli. Əsas məsələ... Yəni adamlar özünə iş tapa bilir. Bəli, bəli. Yəni Ersaqda hər tərəfli qazanc var. Yəni düşünsənizə, bizim marketdən, aptekdən alacağımız məhsulları biz şirkətdən almaqla həm sağlam həyat tərzi seçirik, eyni zamanda bir-birimizə tövsiyə etməklə gəlir əldə edirik. Əslində bugün bütün dünya, deyək ki, kimyəvi qatqısı olan, istər dərmanlar, preparatlar olsun, istər qida əlavələri olsun, istər deyək ki, təmizləyici məhsullar olsun, daha çox onlardan uzaq durmağı tövsiyə edir. Daha çox bitkisel məhsullara üstünlük verir. Bəli, elə adından da gördüyünüz kimi Ersaq erkən sağlıq olaraq sağlığı qorumaqdır. Erkən sağlıq. Sağlığı qorumaqdır, bəli. Yəni bütün bəşəriyyəti, nəinki insanları, hətta torpağımızı, suyumuzu, bitkilərimizi, heyvanlarımızı qorumaq məqsədilə onu da bir aydınlaşdırın. Təkcə insanları yox, torpağı, suyu. Bəli, bütün bəşəriyyəti. Düşünsənizə, bax, gündən-günə qlobal kirlənmə çoxalır. Bəli. Yəni, kimyasal maddələr kanalizasiyalarda axaraq, təmizlik vasitələrinin tərkibində olan kimyasal vasitələr kanalizasiyalarla, sularımıza axaraq, çaylar axır, dənizlər axır, göllərə, torpaqlarımıza gəlir, torpaqlarımızda sorularaq bitkilərimizə gəlir. Dolayısıyla təbiətdə bu cür dönür gəlir insana. Nəhayətində yenə insana zərər verir və biz düşünsənizə, qlobal kirlənmə gündən-günə çoxaldıqda bizim gələcək nəsillərimiz hansı dünyada yaşaya biləcək? Ona görə də düşünün, Ersağın fəlsəfəsi o qədər dərin və mənalıdır ki, yəni biz gələcək nəsillərimizin yaşayacağı dünyanı qorumaq məqsədi ilə açılmış bir şirkətdir bu. Düşünün, ilk dəfə fosfatsız yuyucular istehsal edən bir şirkətdir. Məhsulların tərkibində heç bir zərərli kimyasal maddələr yoxdur. Aydındır. Məsələn, deyək ki, bir xanım özünə bir iş qurmaq istəyirsə, yəni bir iş xanımı olmaq istəyir. Məsələn, o iş xanımı olması üçün nə etməlidir, deyək ki, ilk addımda? Əslində, bax, çox maraqlı sualdır. Mən çox istəyərəm ki, xalqımızın hər bir üzvü, hər bir Azərbaycanlı olan Ersaqdan o qədər faydalansın ki,
Yəni digər işlərlə yanaşı. Düşünsənizə, heç bir işinə mane olmadan əlavə qazanc imkanıdır. Bura əslində pul qoymadan, heç bir vaxt sərf etmədən belə sən öz işini qurursan, pul qoymadan belə öz işini qurursan və çalışdığın, bacardığın qədər artan limitsiz qazancla ömürlük və etibarlı bir iş sahibi olursan. Düşünsənizə, evdə uşaqların yanındaca, yaxud digər sahələrdə çalışsaz belə o işlərlə yanaşı, sən artıq bir iş xanımına çevrilirsən, iş sahibi olursan. Nə etməyi sadəcə... Aha. Mikrofonunuz yoxdur yanınızda, zəhmət olmasa götürün. Ümumiyyətlə, bu günləri iş xanımı olmaq sizcə çətindir, yoxsa asandır? Fərqə xanım, elə siz psixoloq olaraq cavablandırın bu sualı. Mən elə gəlir ki, şəraitə uyğun olaraq... İnsanlara asan gəlir. Asan gəlir, amma asan deyil. Məsəl üçün, körpə uşağı olan adama çox çətindir. Mən ona görə sual vermək istəyirəm. Bugün yeni ana olmuş analar, qadınlar 4-5 yaşında ailəsinə, büdcəsinə nəsə bir qatqıda bulunmaq istəyir. Yolda bilirsiniz, iqtisadi durum. 2 uşaq, körpə, yoldaşına kömək eləmək istəyir. Büdcəyə öz xeyrin vermək istəyir. Bunun üçün mən gəlirəm, müraciət edirəm sizə. Bundan sonra, mənim müraciətimdən sonra hansı proseslər olur? Siz olar ki, sualınızı Əfruz xanım reklamlardan sonra cavablandıracaq və telefon xəttində də tamaşaçımız var. Dəyərli tamaşaçımız sizinlə də danışacağıq. İndi danışa bilirik, redaktorumuz mənə söyləsin, yoxsa reklamlardan sonra danışacağıq sizinlə. Birdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Davam edirik əziz tamaşaçılarımız. Bugün biz proqramımızda elə Əfruz xanım da sağ olsun, var olsun. O da bir iş xanımıdır. Artıq neçə illərdir biznes sahəsindədir. Ümumiyyətlə, xanımlara tövsiyələrini verir. Bir iş xanımı olmaq üçün, bir sahibkar xanım olmaq üçün nələrdən keçmək lazımdır, nələri etmək lazımdır, hansı əziyyətlər sayəsində gəlib artıq sən bir iş xanımı olaraq səni təqdimat edirlər. Məsələn, mən sizi gördüm, səhnəyə çağırdılar sizi. Əfruz İbrahimli bir iş xanımı olaraq. Yəni, siz bu yerə bildiyim qədərincə çox çətinliklərlə gəlmişsiniz. Asan olmayıb. Yox, elə deməzdim. Əslində, sevgi ilə görülən iş insanı yormaz. Sadəcə davamlı olmaq lazımdır və prinsipial olaraq əzmli çalışmaq lazımdır. Prinsipial. Bəli, məqsədli, qərarlı, məqsədli olan, davamlı çalışan hər zaman hədəfinə çatar və istədiyi qazancı da əldə edər, düzdürmü? Bizim burada ən böyük məqsədimiz yüzlərcə insana kömək etməkdir. Və sual verdiniz ki, bunun üçün nə etmək lazımdır? Sadəcə istəkli olmaq yetərlidir. Düşünsənizə, sadəcə istəkli olmaq və qərarlı olmaq. Düşünürəm ki, efirdən də qadınlar və xanımlar var ki, bunu bilmək istəyir. Gəldim, müraciət elədim sizə. Evdə 3-4 yaşında az yaşlı uşağım var. Mən bu prosesdən gəldim, müraciət elədim, deyirəm sizinlə işləmək istəyirəm. Bundan sonraki proses necə olacaq, texnikası, zəhmət olmasın? Əvvəlcə, ümumiyyətlə həyatımızda bilmədiklərimiz bizə çətin görünə bilir, düzdürmü? Amma biz deyirik ki, bizim işimizdə təhsilin, yaşın, hansı vəziyyətdə, imkanda olmağın, hansı ölkədə, hansı dildə danışmağın heç bir fərqi yoxdur. Biz bütün dünya ölkələri ilə çalışırıq və burada biz əvvəlcə o insanları bir ürəkləndirərək bu işin nə qədər asan və rahat olduğunu göstərməliyik. Siz demirsiniz ki, bu iş çətindir, düzdür? Çətin desəniz də. Yox, elə deyil. Nurayna xanım, zaten çətin deyil. Çətin deyil? Bəli. Çətin deyil? Qətiyyən çətin deyil. Telefon bağlantıda tamaşaçımız var. Alo. Alo, salam. Salam. Biz sizi və bütün ekspertlərini salamlayıram. Təşəkkür. Baxıram, çox gözəl mövzu üzərindən dayanmışsınız. Xüsusilə də Ersaq şirkətinin Azərbaycanda fəaliyyəti istiqamətində söhbətlər bizi qane edir. Yəni, bir sözlə birbaşa Azərbaycan iqtisadiyyatına hansısa bir yaxşı formada bir təkan vermiş kimi olacaq bu şirkətin fəaliyyəti. Eyni zamanda bəzi evdar qadınlar var ki, işlə təmin olma bilmirlər və işlə təminatı üçün bir əlsatanlıq təmin olunur. Alqışlayırıq şirkətin bütün prinsiplərini və o şirkətin məhsullarından istifadə edən bir insan olaraq siz istifadə edirsiniz. Bəyənirəm, dəstəkləyirəm və Əfruz xanımın təşəkkürlərimi bildirirəm, sizə xüsusi təşəkkürlərimi bildirirəm. O şirkətin vasitəsilə evdar xanım olaraq siz işimi tərk etdiniz
və bu gün ailəm üçün qazanc əldə edirəm. Bundan böyük nə ola bilər? Gözəl. Deməli, həm məhsullardan istifadə edirsiniz, eyni zamanda qazanc əldə edirsiniz. Bəli, bəli. Çox gözəl. Çox Bir gözəl. zaman fikirləşirdim ki, mən hansısa bir işlə məşğul ola biləcəyəmmi? Amma sən də mən elə zaman gələr, hansısa bir işlə məşğul olaraq arzusu bu şirkət vasitəsilə həyata keçirdi. Şirkətin rəhbərliyinə, bütün ekipajına özlərin təşəkkürümü bildirirəm. Nuranə xanım, sizə minnətdaram. Biz sizə minnətdarıq, təşəkkür edirik. Bizi seçdiyinizə görə, bizə baxdığınıza görə minnətdarım. Davam edək Əfruz xanım. Dediniz ki, demək ki, bir iş xanımı olmağın çətinlikləri yoxdur. Əksinə, sevgin varsa o sənin üçün asan olacaq. Müəlliməmiz fikrə gedib. Türkan xanım, əslində Əfruz xanım proqramının əvvəlində də dedi ki, bizim işimiz yanaşı işdir. Yəni, digər bir sənətin sahibi ola da bir iş xanımı olmaq olur. Bəli. Əlavə qazanc imkanıdır. Yəni, bəlkə də bizi hal-hazırda izləyən tamaşaçılarımıza, xanımlarımıza bu qeyri-adi görünə bilər. Necə ola bilər ki, məsələn, mən həm müəlliməyəm, eyni zamanda özümə bir ikinci iş olaraq bir biznes qurum. Bəlkə də əl çatan kimi görünmür. Verəcəm cavabı. Mikrofonu götürün zəhmət olmasa. Məsələ burasındadır ki, Fərqanə xanımın sualının cavabını heç bir şirkət detallı olaraq efir vasitəsilə açıqlamaz. Bu aksiomadır. Bəli, çünki bu hər bir şirkətin özünün mətbəxidir. O mətbəxi heç kəs açıqlamaz. Məsələn, bizim indi televiziyamıza, proqramımıza aid mənə sual versəniz, dolayısı yolla bugünkü havadan, sudan danışacağım, amma detala gəlməyəcəm. Bəli, Əfruz xanım da detala gəlmədi. Gələcəm. Əfruz xanıma Fərqanə xanım sual verdi. O sual mənim üçün də maraqlı idi. Çünki mənim tanıdığım xanımlar var ki, bəli, bizim həm pedaqoq olaraq bizim özümüzün də ikinci biznesimiz var. Bu iş xanımlarının hər kəsdə olur, amma mənim tanıdığım xanımlar var ki, sizin şirkətdə işləyir, evlərindən onlayn formada işləyirlər, körpələrinə baxırlar və çox yaxşı qazanclar əldə edirlər. Amma bildiyim qədərilə ətraf mütləqdir. Çünki satış etməlidir. Mən belə başa düşürəm. Bizdə satış ehtiyac deyil. Yox. Bəli. Bəs onu öyrənmək istəyirəm ki... Bizim fərqimiz var. Yəni, mən özüm təlimçi olduğum üçün sözümün də arxasında dayanaraq altına imzam təlimlərdə nə təlim keçirsiniz? Təlimdə bizə təcrübəsiz gəlirlər. Biz onlara bu işi öyrədirik. Qazanc yolunu, biznes planı öyrədirik. Necə qazanacaqlar, nələr qazanıb, həyatlarını necə dəyişəcəklər. Bu qazanc da satış etmək lazım. Yox, satışa ehtiyac yoxdur. Bəs nədir bu? Qazanc nədir? Hətta belə deyim də, buradakı qadınlar həyatlarını da dəyişirlər. Bəli. Məsələn, siz neçə xanım tanıyırsınız ki, sizin ətrafınızda o xanımlar sizinlə bərabər çalışdıqdan sonra onların həyatı 180 dərəcə dəyişir. Bəli. 180, hətta 360 dərəcə. 360 dərəcə. O dərəcə. Yəni, düşünün ki, artıq bu şirkətdə bir ayda bir evin, bir maşının pulunu qazananlar belə var. Hətta, bəli. Yəni, düşünün ki, müdür olan belə, kimdən yuxarı 4 rəqəmlilərdən başlayaraq maaş ala bilir. Yəni, bu da ki, yüksək maaşlar alırlar. Bəli, ən gözəli odur ki, sən bunun üçün, yəni, biz hardayıq, işimiz oradadır. Buna əlavə vaxt sərf etməyə ehtiyac yoxdur. Biz hardayıq, işimiz oradadır. İndi maraqlı olan odur ki, bəli, mənim komandamda da çoxlu sayda maaş alanlar var. Hətta təhsilsiz olsalar belə bugün artıq maşın alıblar. Öz ayaqları üstündə durmağı bacarırlar. İstədikləri qədər qazana bilirlər. İndi bəli, hamıya maraqlıdır ki, bəs bu qazanc necə əldə olunur? Çünki Azərbaycanda çoxlu sayda şirkətlər var, düzdürmü? Hər birinin də öz prinsipləri var. Öz biznes planı var. Amma ən maraqlısı odur ki, bizim şirkət, deyərdim, yeganə Azərbaycanda sırf network qaydaları ilə çalışan şirkətdir. Bu nə deməkdir? Biz hər ay məhsul olmağa məcbur deyilik və məhsul satmağa məcbur deyilik. Niyə? Zaten məhsulu şirkət satır. Biz təmsilçilər olaraq, biz təmsilçiyik. Təmsilçi olaraq tanıdaraq o məhsulun nə qədər faydalı olduğu. Çünki bizim məhsullarımız... Yəni, məhsulun keyfiyyəti haqqında siz danışırsınız. Bəli. Çünki biz insanların sağlığını qoruyaraq həm də iş sahibi ola bilirik. Düşünün. Bu aylıq maaş olur, yoxsa... Hər ay maaşı alırsan qəpiyinə qədər. Nə qazanmısansa, hər ay maaşını götürə bilirsən. Qazancı sadə təlimlə. Detallara varmaya xahiş eləyirəm. Bəs, bugün deyək ki, Azərbaycanda bir iş xanımı olmaq, bir, deyək ki,
işgüzar ledi olmaq, bir sahibkar xanım olmaq. Yəni mən sahibkar deyiləm, ona görə bu sualları verirəm. Adam özü necə hiss eləyir? Çox gözəl. Və hamıya da arzu edirəm. Cavab deyil. Bilirsiniz, belə deyim, mən... Bilirsiniz, xanımların böyük əksəriyyəti belə deyək ki, büdcəsinin daha çox hissəsini həyat yoldaşından maliyyələşir, düzdürmü? Bəli, kimdən asılı yaşayır? Hə, böyük əksəriyyəti Azərbaycanımıza, yəni evin büdcəsinin böyük hissəsini kişi gətirir evə. Amma biri də var ki, sən xanım olaraq artıq büdcənin xeyli hissəsini sən gətirirsən evə. Bax, onda vəziyyət necə dəyişir evdə, ailədə vəziyyət necə dəyişir? Dəyişirmi? Yox, vəziyyət olduğu kimi davam edir. Məncə olduğu kimi davam edə bilməz. Biz bugün çox gözəl bir mövzu ətrafında danışırıq. Bilirəm ki, hal-hazırda bizi izləyən tamaşaçılarımızın, xüsusilə xanım tamaşaçılarımızın böyük marağına səbəb olacaq. Bax, Əfruz xanım bir iş xanımıdır, bir sahibkar xanımdır və onun həyat hekayəsi mənə elə gəlir ki, hər biriniz üçün maraqlı olar. Xüsusilə o xanımlar üçün ki, onların heç bir peşəsi və heç bir işi yoxdur, sənəti yoxdur. Təhsil almayıblar və deyək ki, xanım ailəlidir, artıq deyək ki, 3 övladı var, 2 övladı var, amma o da cəhd edir ki, həyat yoldaşına, ailəyə, ailənin gələcəyinə bir təkan versin. Qadın sağlamdır, təfəkkürü, düşüncəsi yerindədir, gözəl şəkildə çalışa bilər, hardasa işləyə bilər və bu məqamda Əfruz xanım kimi bir təlimçi onu artıq yönləndirir. Necə yönləndirirsiniz Əfruz xanım? Bax, deyək ki, qarşınızda bir 10 nəfər xanım var, işləmək istəyirlər, iş qurmaq istəyirlər. Lap böyük sahibkar da olmasa, kiçik, orta sahibkar olmaq istəyirlər. Buyurun. Bəli. Deyərdim ki, xüsusilə sizin dediklərinizə əlavə olaraq, xüsusilə xalqımızın o qədər təhsilli qızları var ki, bugün diplomlar evdə yatır. Ya uşaqlarla işləməyə imkan yoxdur, yaxud da ki, iş tapa bilmir. Yəni, amma və yaxud da bir çoxunun da həyat yoldaşı razı olmur işləməyə. Çox geniş imkanlar. Əslində, biz o insanlarla tanış olduğumuz zaman, bax, hər şey buradan başlayır. Biz onlarla tanış olduğumuz zaman onlardakı potensialı təyin edirik. Siz birinci təyin edirsiniz ki, ondan, belə deyək də, sahibkar olacaq, yoxsa yox? Çünki network hamı üçündür, amma hamı network üçün deyil. Təbii ki, hər kəs ersaq məhsullarına istifadə edərək sağlam yaşaya bilər. Amma burada bir iş sahibi olmaq üçün mütləq bir şəbəkə yaradaraq və o komandanı idarə etmə bacarığı olmalıdır. Siz özünüzdə necə onu hiss etdiniz ki, mən ola bilərəm, mən bacara bilərəm? Mən deyim ki, işin nədən ibarət olduğunu soruşduğum zaman, çünki mən başladığımda Covid zamanı idi. Və insanlar çox işsiz qalmışdı. Hətta biz özümüzdə də artıq iş problemi yaranmışdı. Hətta mənim bir çox nasazlıqlarım vardı. Hələ onu bir kənara qoysaq, işə ehtiyac var idi. Və mən o zaman buradakı qazanc yolunu öyrəndiyimdə xalqımıza bir qazancı təklif edəcəyimi düşündüm. Düşünsənizə. Yəni mən özüm başlayıb daha sonra... Bəli, bəli. Həmən elə birinci gündən burada qazanmaq imkanı var. Həm düşünün, Covid zamanı siz heç qapıya belə çıxa bilməzsiniz. Yəni rejim vaxtı idi. Amma o zaman belə biz evdən bu işimizi qura bildik. Niyə? Əsas məsələ işin gedişatını, o proseduru başa düşə bilməkdir. Buradakı qazanc yolunu, mən 10 manatı necə qazanıb, necə onu artıra biləcəm. Nəhayətində bu bir biznesdir. Network tövsiyə yolu ilə olan satış imkanıdır. Biz sadəcə insanlara bildiklərini xatırladırıq. Bu qədər sadə. İnsanların əslində hamının çox gözəl bildiyi bir tövsiyədir. Bəli. Sadəcə olaraq onu biz istifadə edə bilmirik. Bəli, bəli. Onda mənə elə gəlir ki, bunu hər adam istifadə edə bilməz. Hər adam bunu bacarmaz. Əslində onlar bunun başa düşdükləri dəqiqə qazanmağa başlayırlar. Düşünün. Çox maraqlı bir... Biləcəksən. Bax, düşünün. Başa düşə bilməm ki, o necə qazanmaq lazım. Bax, siz marketinizi... Əfruz xanımın təlimlərinə getmək lazımdır. Vəssalam. Əfruz xanım, növbəti təlim nə vaxtdır? Seminar təşkil eləyin, vəssalam. Elə bu gün axşam. İndi düşünün. Siz marketinizi dəyişərək, marketdən özünüzə ehtiyac olanlara ömrünüz boyu pul ödəmisiniz. Düzdürmü? Artıq marketinizi dəyişdiyiniz zaman həm sağlam həyat tərzi seçmiş olursunuz, həm də o məhsulları
bu sistemdən aldığınız zaman bizim işimiz, biz məhsulu yox, sistemi satırıq. Aha. Sistemi öyrədirik. Yəni o zaman ödədiyiniz pullarla sistemə bal yazılır. Ödədiyiniz pullar, düşünün, xərclədiyiniz pullarla siz iş sahibi ola bilirsiniz. Və o ballar sizə lazım olan karyeraları, ömürlük, etibarlı iş sahibi olmaq üçün o karyeraları qazandırır. Necə ki biz universitet oxuyanda bir diplom alırıq və ömürlük bizim qazanc yerimizdir. Eyni ilə də qazandığımız karyeralar ömürlük bizə qazanc verir. Və salam, təlim artıq başlamışıq. Bəli, evdən başlayır, amma ətrafı da, siz bizim proqramımızda təlim alırsınız. İndi baxın, indi gəlin baxaq. Ömrünüz boyu o məhsulları almağa məcbursunuzmu? Təmizlik vasitələri, düzdürmü? Yaxud qida əlavələri ki, daha güclü olasınız, yaxud kosmetik məhsullar, hər biri istifadə edilir. Ümumiyyətlə, bizim ən böyük avantajımız insanlara ehtiyac olan hər şeyin bizdə olmasıdır. Və gündən-günə də istehsalımız daha da böyüyür. İndi maraqlı olan nədir? Gündəlik tələbat məhsulu olsun. Bəli, maraqlı olan odur ki, biz insanlara lazım olanı veririk. Sadəcə marketin dəyişmiş oldu, düzdürmü? Bunu izah edib ona başa salandan sonra deyir, nə gözəl, bundan asan nə ola bilər? Və gəlin qazancın yolu, tövsiyə. Biz sadəcə tövsiyə. Sadəcə tövsiyə. Amma düzgün tövsiyə. Amma düzgün tövsiyə. Öyrənərək tövsiyə. Mənə elə gəlir ki, baxmayaraq ki, belə deyək də, sizin deyirsiniz ki, ətrafımızda daha çox biz heç bir peşəsi olmayan, sənəti olmayan xanımları daha çox cəlb edirik ki, çünki digərlərinin artıq sənəti var, peşəsi var, zaten qazanır. Onları cəlb edirsiniz ki, onların qazanc yeri yoxdur. Sanki onların içində bir psixoloq var, hə? Hə? İnan ki, elə potensiallar kəşf edirik ki, elə potensiallar kəşf edirik ki, bəli. Heyfslənirsiniz ki, niyə bunlar oxumayıblar? Yəni, inanın, fikirləşdir ki, hayf bu istedada. Bu istedada hətta. Bəli, bəli. Yəni, Bəs mən ona görə az öncə dedim ki, bura üçün ətraf da lazımdır. Çünki bu biznes. Amma ətraf burada yaranır. Bəli. Təbii ki, hər bir biznesmen ətrafı olmalıdır. Az öncə söylədiyim sözü sən bir çay fabriki yaradacaqsan ki, ətrafın olmalıdır. Sən çayı harada satacaqsan və yaxud ayaqqabını. İnsanları psixoloji təsir eləməkdir. Ümumiyyətlə, düzgün danışıq. Bizim başqanımızın belə bir devizimiz var. İnan, istə, hərəkətə keç və qazan. İnanmasan. Necə? Bir də təkrar edin. İnan, istə, hərəkətə keç və qazan. İnan, istə, hərəkətə keç və qazan. Bəli. Çünki inanmasan, sənin içərində nə qədər böyük potensial olursa olsun, inam olmasa bir addım belə atmazsan. Təbii, bir kəlmə belə danışmazsan. Düzdürmü? Və sən nəyə inanacaqsan? Nəyə inanacaqsan? İstədiyinə. Məhsul keyfiyyətinə və nələr qazanaraq həyatını necə dəyişəcəyinə. O inamı biz yaradırıq. Onlar bizə güvənərək, işimizə, şirkətimizə, məhsulumuza güvənərək gəlir. Biz ona görə hər ay məhsul almağa məcbur eləmirik. Məhsulumuz öz sözünü deyir. Heç məhsuldan danışmağa belə ehtiyac yoxdur. Tanıtdım, bəs eləyir. Kifayətdir. Bəli. Kifayətdir. Əla, gözəl. Bəlkə bir mahnı ilə davam edək. Aha, gözəl bir mahnımız gəlir Sabina xanım. Sabina xanım indi kimin mahnısıdır? Gəlsin, görüm uşağım olur bilər. Buyurun. Görəsən sənin yanına nəfəslə gəlmək olarmı? Gözlərinin işığını bir anlıq dərmək olarmı? O qədər dua göndərdim, de gəlib sənə çatıbmı? Bilmirəm, bəlkə dualar yol ayrıcında yatıbmı? Görünmürəm nə özümə, nə də ki görənlərimə. O qədər sualım var ki, bu ömrü verənlərimə. Ürəyimi göndərdim ki, sevə-sevə tapa biləsən məni. İstəyirəm dönə-dönə, yenə sevəsən məni. Ürəyimi göndərdim ki, sevə-sevə tapa biləsən məni. İstəyirəm
dönə dönə yenə sevəsən məni. Divane olan kalbimi eşkinden geçip geleni. Sen ruhuma çok yakınsan sevgini içip geleni. Ellerimin izlerini gönderim yoksa özümü. Yokunda görebildin mi uykusuzun üzünü? Görünmürem ne özüme ne de ki görenlerime. O kadar salım var ki bu ömrü verenlerime. Yüreğimi gönderdim ki seve seve tapabilesen beni. İstəyirəm dönə dönə yenə sevəsən məni. Yüreğimi gönderdim ki seve seve tapabilesen beni. İstəyirəm dönə dönə yenə sevəsən məni. Bir David Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Əziz tamaşaçılarımız, verilişimizin sponsoru Ərsaq şirkətidir. Bu haqda istəyərdim ki, Əfruz xanım bizə ətraflı məlumat versin. Buyurun. Əzizlərim, biz sizlərə kömək etməyə hazırıq. Hər biriniz burada istədiyiniz qədər qazanmaq imkanınız var. Heç bir təcrübəyə belə ehtiyac yoxdur. Təcrübəni biz sizlərə veririk. Biz sizlərə bu işin gedişatını, qazanmağın yolunu öyrədirik. Sadəcə istəkli olmağınız yetərlidir. Düşünün ki, hər biriniz də bacararsınız, qazanarsınız. Ən azından bir cəhd eləyib maraqlanmaq lazımdır. Təbii. İşin gedişatını öyrənmək lazımdır. Ondan sonra qərar verərsiniz. Həyat sizin, seçim sizin. Amma biz sizə elə bir qazanc imkanı, elə bir həyat göstəririk ki, yəni əminəm ki, etiraz etməyəcəklər və hər kəs də sevə-sevə bizimlə əl-ələ verərək öz sevdiklərinin də qazanmağına kömək edəcəklər. Gözəl. Təşəkkürümü bildirirəm və növbəti sponsorumuz Unikal Xaricdə Təhsil və Hüquqi Konsalting Agentliyidir. Əziz abituriyentlər, əgər blok imtahanından yaxşı nəticə toplamamısınızsa, biz sizi yönləndirək, biz sizə qəbullar alaq və siz də xarici ölkələrdə, xüsusilə qardaş Türkiyədə, Ukraynada, Belarusiyada, Rusiyada, Orta Asiyada, hətta Avropa ölkələrində belə təhsilinizi davam etdirin. Bakalavr, magistr və doktorantura pilləsi üzrə oxuya bilərsiniz, təhsil ala bilərsiniz. Diqqətinizə çatdırım ki, Unikal Xaricdə Təhsil Agentliyi sizə 3 illik kredit şərtləri də təklif edir. Əgər ailənizin büdcəsi hal-hazırda övladınızı xaricdə oxutmağa yetmirsə, 3 illik kreditdən də istifadə edə bilərsiniz. Tək şəxsiyyət vəsiqənizi təqdim edirsiniz və övladınızın attestatını 055 799 33 95 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Elə indi zəng edə bilərsiniz. Və növbəti sponsorumuz isə Ber David Mərkəzidir. Dəyərli valideynlər, övladınızın autizm problemləri varsa, əgər yuxusuzluqdan əziyyət çəkirsə, normal şəkildə qidalandıra bilmirsinizsə, yaşıtlarından geri qalır, hələ də danışa bilmirsə, David Eyxel və Yosifə Eyxel sizin yolunuzu gözləyir. Bizim adımızdan çıxış yolunun adında müraciət edən az təminatlı ailələrə xüsusi endirimlər də var. Telefon nömrəsini diqqətinizə çatdırıram. 055 627 37 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mənim əzizlərim, bir daha söyləyirəm, övladınızın bu kimi problemlərini geriyə qoymayın, sabaha saxlamayın. Mütləq şəkildə yaxşı mütəxəssisin yanına aparın və bu mütəxəssislər David Eyxel və Yosifə Eyxel 20 ildən artıqdır ki, bu işlə məşğuldurlar
onlar artıq bütün dünyada hər kəs onları autizm üzrə aparıcı mütəxəssis kimi tanıyır. Siz də müraciət edə bilərsiniz. Telefon nömrələrini də ekranlarda görürsünüz. 055 627 37 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkürlərimi bildirirəm sponsorlarımıza. Belə, mənim əzizlərim, təşəkkür edirəm hər birinizə. Əfruz xanım, sizə təşəkkür edirəm. Səbinə xanım, sizə təşəkkür edirəm. Mənə elə gəlir ki, xeyli məlumatlandıq, hə müəllimə? Hələ biz verilişdən sonra söhbətimizi davam Hələ düşünürsünüz. Aha, kimə? Mədinə qızımıza. Aha. Maşallah, ilk dəfə sizin verilişiniz. Mikrofonu götürün, zəhmət olmasa. Maşallah, çox böyük qız olub, çox ağıllı, savadlı. Sevinirəm. Mən də onun bir bacısı kimi, böyük bacısı kimi hər zaman yanındayam. Salamlayıram. Gözəl, biz də Mədinə qızımızı salamlayırıq. Mədinə adında olan bütün balalarımızı, bütün qızlarımızı salamlayırıq. Təşəkkürümü bildirirəm gəldiyinizə görə Əfruz xanım. Gözəl bizə motivasiya oldu. Xanımlarımıza elə bilirəm ki, gözəl şəkildə izahatını verə bildiniz və ən azından bizim dəyərli psixoloqumuz və müəlliməmiz, hətta mən də belə, bizim dəyərli müğənnimiz də artıq maraqlandıq. Biz maraqlandıqsa... Hazırıq. Aha. Bəli. Yəni bu təlimi keçməyə hazırsınız. Bəli. Bəli. Yəni mən tam arxayınlıqla özümə arxayınam ki, istəkli olanı hər kəsin elə birinci gündən qazanmağına kömək edəcəm. Vəssalam. Bəli. Belə, mənim əzizlərim, sabah eyni saatda yenə çıxış yolunda görüşəcəyik. Özünüzdə müğayyət olun, Allah amanında.